Şahin qardaş, bu gün hardayıq belə? Salam, xoş gəlmisiniz. Biz hardayıq? Xırdalan şəhərində 119 Astanovkaya yaxın, Xəzinə Plazaya yaxın bir məsafədə gözəl ev təqdim edəcəyik. Neçə otaqdır qardaş bu ev belə? 4 otaq, monolit beton qoşadaş. Evimizin bax həyət hissəsidir. Rüfət müəllim, Bunun istilik sistemi, sənədi nədir qardaş? tam mülkiyyət kupçalıdır. İstilik sistemi optik kombi sistemidir. Birinci mərtəbədə neçə otaqdan ibarətdir? Bir otaq, bir mətbəxti var. Birinci Dəyərli mərtəbə. müştərilər, bir otaq, bir mətbəx. Bax sağda bizim yerləşir mətbəx hissəmiz. Yeni təmirdən çıxıb deyəsən qardaş bura. Bəli, bəli, yeni təmirdən çıxıb yaşayış olunmayıb. Nə görürsünüzsə hər bir şeyi düzəldilib veriləcək. Bura bunun qonaq otağıdır belə. Bizim qonaq otağımızı, bəli, Maşallah geniş qonaq otağımız var qardaş. bəli, bəli, geniş qonaq otağımız qoşadaşımızda. Deyəsən yekun işlərdən qalıb biraz, tamamlanma işləri gedir. Bəli, Pilləkənin kənarı falan qalıb. İndi bunlar da ev sahibi nə deyir? təmir edib verəcək. Burada da bizim sanuzel qovşağımız yerləşir. 3 otağımız da yuxarıda yerləşir. Qalxıq yuxarıdakı otaqları da təqdim edək. Hə, dəyərli dostlar, bura isə ikinci mərtəbəmiz. Şahin qardaş, ikinci mərtəbədə neçə otaq yerləşir? 3 otaq və burada bir yataq otağımız, eyvana çıxışı var. Ha, bu yataq otağından eyvanın da çıxışı var və bu hissəni də tamamlayacaq ev sahibi qabağını bağlayıb verəcək sizlərə təhvil. Bəli. Və burada da bir yataq otağımız optik kombi sistemidir. İstəmək kombi xəttləri çəkilib, tam təmirli təhvil veriləcək. Gördüyünüz kimi həm aşağıda, həm yuxarıda sanitar qovşağı var. Və burada da bir yataq otağımız. 2 pəncərəsi var. Gördüyünüz kimi həm o həyət hissəsinə bax, həm bu həyət hissəsinə baxın. Qiymətli içəridir. Qiymət neçədir qardaş? Qiymət 90.000 manata. Təzə çıxıb satışa 90.000 manata. Xırdalan bazarında ev yoxdur. Tam mülkiyyət kupçalı. 90.000 manata 2 mərtəbə, 4 otaq, ara kəsmə monolit betonla inşa olunub, qoşa daşla tikilib də buraya. Bəli, bəli, qoşa daşla tikilib 90.000 manata. Real alıcıya endirim də olunacaq. Baxdığınıza görə təşəkkürlər. Səhifədə nömrəmiz var. Əlaqə saxlaya bilərsiniz. Bəyənməyi unutmayın. Sağ olun.